Həftəlik bürclər, qoçlar, şirlər, oxatanları 20 apreldən 27 aprelə doğru nələr gözləyir? Əslində gözəl həftə olacaq. Yəni ümumi o ünsürlərini dəyərləndirəndə pis həftə deyil. Qoçlar bu həftə nələr gözləyir? Qoçlar bu həftə pul, maddiyyat, əməlli başlı sizdən böyük bir inkişaf, böyük bir kəşf, böyük bir aktivləşmə istəyəcək. Çünki deyir sənə pul şansı verirəm. Qarşılığında zaman çərçivəsinə doğru pulun mübadiləsini, aktivləşməsini və yatırımını etməyinizi istəyirəm deyir. Qoçlar bu həftə çox acı dilsiniz, çox kəskin dilli danışmağa başlayacaqsınız. Qarşınızda olan insanları incitməyə, qarşınızda olan insanlara qarşı küskünlük, zəiflik, bu heç biri sizə maraqlı olmayacaq. Öz istəklərimə, öz düşüncələrimə doğru hər şey tamamlanmağa çalışırsınız və beyninizdə o qədər gözəl planlar var. Planlarınızı yavaş-yavaş ən çox da maddi sfera baxımından həyata keçirməyə çalışın. Ümumi dəyərləndirsək, maddiyyat həftəsidir sizin üçün pul olaraq, şans olaraq və bu həftə qəribə bir evrənin qorumasındasınız. Yəni nə edirsən elə, mən səni qoruyacağam və səni yarımçıqlardan, problemlərdən, belə deyim də, blokajı alacağım kimi bir nüans var. Məntiqiniz çox güclü bir vəziyyətdədir, maddisal dəyərinizi aktivləşdirməyə çalışırsınız və bu həftə etdiyiniz yatırımlardan qorxmayın, geri qaytarmağı da pul olaraq bacaracaqsınız. Sadəcə şəxsiyyət, ailə ilə əlaqədar məni narahat ilə məqam bilirsiniz nədir? Sanki belə deyim də, ailə və şəxsiyyətdən soyunmağa çalışmağınız, hər şeyi boşluqda saxlamağınızı bunu etməyin. 78%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, qoçlar. Şirlərə gələndə şirlər bu həftənin əvvəllərində təklik və müdriklüyə keçəcəksiniz. Təklik sizin üçün deyil. Yəni özünüzü tək formada aktivləşdirməyiniz, gücləndirməyiniz doğru deyil. Şir bürcün qadınları dominantlıq, idarə, arzu xəyallarınızın həyata keçirməsi, ailəvinizlə tamamlanma, sevdiyiniz insanlarla daha çox bu həftə çox gözəl vaxt keçirəcəksiniz və sosiallığınızı artıracaqsınız. Gözəl həftədir. Cümə axşamından başlayaraq özünüzü yeni bir alanda kəşf edəcəksiniz. Parlaqlığınız artacaq, yeni tanışlıqlar, yeni münasibətlər, yeni bir başlanğıclara doğru özünüzü tam aktivləşdirəcəyiniz bir məqam olacaq. Emosionallığınız biraz saf vəziyyətdə dayanmağınız var, amma şirlər siz saf deyilsiniz. Bunu da qətiyyən unutmursunuz. Sürətiniz həddən artıq çoxdur. Pul itirəcəksiniz əvəzində artıqlaması ilə itirəcəksiniz, amma artıqlanmasından pul geri qayıdacaq sizə. Həftənin sonlarına doğru pul şansınızla bağlı, iş olaraq, təklif olaraq pulun tamamlanmasından bağlı gözəl şans əldə edəcəksiniz və həftənizi 82%-ə doğru şirlər aktivləşdirəcəksiniz. Həftənin ən şanslıların biri oxatanlar sizlərsiniz. Siz möhtəşəmsiniz. Hər mənada möhtəşəmsiniz. Belə deyim də, imtahan verəcək insanlar, özlərini göstərməyə çalışan insanlar, sənəd verən insanlar, vəzifənin aktivləşmə insanlar, şans sizin yanınızdadır, güc sizin yanınızdadır, manipulyasiya sizdədir, sevgi şəxsiyyətinə əlaqədar bir qəribə bir şarmınız, qəribə bir cazibəniz var ki, hər kəs özünüzə doğru çevirməyə bacaracaqsınız. Amma oxatan qadınları, qərarsızlığınız, şübhələriniz sizin şəxsiyyətinə əlaqədar, öz işlərinizlə əlaqədar boşluq yarada bilər, buna ehtiyac yoxdur. Çox kart açmaq istəmirəm. Bu həftəni idarə edə biləcək qüvvəsizsiniz. Bu həftəni stabiliyini quracaq qüvvəsizsiniz. Küləyəm, odam, alovam, suyam, hamısı var. Bütün enerjilərin güclənməsi sizdə var. İnsanlara istədiyiniz enerjini ötürə bilərsiniz. Həftənin sonlarına doğru bacara bilmədiyiniz bütün yarımçıq işlər hamısını bacaracaqsınız və ulduz, yəni mən yeri göy bərabərləşdirəcək qüvvədə ola bilən insanam kimi hər şeyi dəyərləndirəcəksiniz, həftənizi uğurlu edəcəksiniz. Həftənizi 88-89%-ə qədər uğurlu edəcəksiniz şirlər. Bundan istifadə edin. Uğurlu bir oxatanlar üzr istəyirəm. Uğurlu bir zamandasınız.